Sabahın Qədirxum günüdür, çox təkid olunur, imkan həddi olan insanlar oruç tutsalar çox savabı var. Hətta bir dənə hədis oxuyacağım. Bu hədisdən yəqin ki, başa düşüləcək bu orucun savabı nə qədərdir. İmam Sadiq əleyhissalam buyurur: "Siyam yevmi Qədirxum ya'dilu siyama umrid dunya." Subhanallah. Qədirxum bayramın, Qədirxum günü oruç tutmağın savabı dünya ömrünün sayı qədərdir. Yəni insan dünya ömrü nə qədərdir? Bütün dünya ömrü qədər oruç tutsa, Qədirxum bayramında tutduğu orucun savabı bütün dünya ömrü qədər oruç tutmağa bərabərdir. Nə qədər böyük savab. Siyamuhu, Qədirxum gününün orucunun savabı ya'dilu indallahi azze ve cel fi kulli amin mi'ate haccin ve mi'ate umre. Umretin məbruratin mütəqəbbəlat. Deyir ki, Allah yanında Qədirxum günü tutulan orucun savabı 100 həcc, 100 dənə ümrə savabı qədərindədir. Hansı həcc və hansı ümrə qəbul olunmuş həcc və qəbul olunmuş 100 dənə qəbul olunmuş həcc və 100 dənə qəbul olunmuş ümrə savabı verilər. Deyir, hər kəs Qədirxum günü oruç tutsa. Bax, gör nə qədər fəziləti var. İndi baxın, kimin imkanı olar, səhhəti icazə verər, problemi olmazsa, Allah qəbul eləsin inşallah. Amma Qədirxum günü bir dənə də namaz var. Bu namaz da maraqlı namazdır. 2 rəkətdən ibarətdir. Deyirsən, bu günün namazını qılaram, qürbətən ilallah. Sadəcə, hər rəkətdə həmiddən sonra 10 dənə Qul Huvallahdır, 10 dənə Ayətül Kürsüdür, 10 dənə Qədir surəsidir. 2 rəkətdir, hər rəkətdə bu oxunur. Deyir, hər kəs bu namazı qılsa, bu namazın savabı nədir? Hədisdə buyurur, deyir, bu namaz 100.000 həcc, 100.000 ümrə savabı qarşılığındadır. 100.000 həcc, 100.000 ümrə. Bu 2 rəkət namaz. Hətta hədisin arxasından buyurulur. Deyir, bu namaz qılınandan sonra Allahdan istədiyin hacətləri Allah üzünə qaytarmaz. Və bunlar bu sabahındır. Orucudur, sabahın namazıdır. Və sabahın özəlliyindən biri budur, deyir, vilayətə insan şükür eləyər. Əlhəmdülillah, Qədirxumda ən məruf şükür budur, deyir, əlhəmdülillah. O Allaha şükür olsun ki, bizi Həzrət Əlinin vilayətində qərar verir. Buna deyirlər ki, vilayət şükrü. Vilayət şükrü çox mühümdür. Deyir, Qədirxum günü vilayət şükür yerinə yetir. Deyir, əgər Qədirxum bayramında bir nəfər möminə təam versən, ona ikram eləsən, ona bir yemək versən, yəni iftarda ya bu cürlə bayramlıq versən, İmam Rıza əleyhissalamdan da hədis buyurur ki, deyir, sanki bütün peyğəmbərlərə və bütün siddiqlərə düz danışanlara, nə qədər düz, onlar hamısı təam veribsən. Bu qədər savabı var.